Bismillah, velhamdülillah, və salatu və salamu alə Rasulillah, əmmə bə'd. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu. Davam edirik Tövhid kitabının şərhinə, Fəthül Məcid ilə Şərhi Kitab Tövhid kitabının qiraətinə və qalmışdıq birinci fəsildə, Kitab-ı Tövhid fəslində və bugün bu fəsli bitirəcəyik Allah Azza və Cəllənin izni ilə. Və qaləl müəllifu rahiməhullahu təalə. Uca Allah müəllifə rəhmət etsin, buyurur ki, müəllif və an Muaz ibn Cəbəl qal, kuntu radifə ən-nəbiyyə sallallahu aleyhi və səlləm alə himari. Muaz radiyallahu anhu buyurur ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmin arxasındaydım, uzun qulağının arxasındaydım. Və qalə li, və o mənə dedi, yə Muaz, ətədri mə haqqullahi aləl-ibəd, ey Muaz, Allahın qullar üzərinə olan haqqı və mə haqqul ibədə ələllah və qulların da Allah üzərində olan haqqını bilirsənmi? Qultu Allahu və Rasuluhu a'ləm. Mən dedim, Allah və Rasuluhu daha yaxşı bilər. Qal, Allah nəbisi deyir, buyurdu ki, haqqullahi aləl-ibəd, Allahın qulların üzərinə olan haqqı ən yə'buduhu və la yüşriku bihi şeyən. Qulların ona ibadət etməsi və ona heç nəyə şərik qoşmamasıdır. Və haqqul ibədi alallah, və qulların da Allah üzərində olan haqqı əllə yuəzzibə mən la yüşriku bihi şeyən. Yəni Allahın o qullara, yəni ona ibadət edən qullarına şirk qoşmadığı halda onlara əzab etməməsidir. Qultu ya Rasulallah, əfələ ubəşşirun nas, dedim, ey Allahın Rəsulu, insanları bununla müjdəliyimmi? Qal, o dedi, la tubəşşirhum fəyəttəkilu. Onları müjdələmə, yoxsa arxayın düşərlər. Əxrəcəhu fis-səhihin. Yəni bu hədisi Buxari və Müslim rivayet etmişdir. Həzəl hədisu fis-səhihin. Bu hədis Buxari və Müslimdə mövcuddur. Buxari və Müslim bu hədisi rivayet edir. Min turuq, yəni çoxlu yollarla. Və fi bə'di rivayətihi nəhvun mimmə zəkərəhul musannif. Bəzi rivayətlərdə isə musannifin zikr etdiyi sənədlədir. Və Muaz huvə İbn Cəbəl, İbn Amr, İbn Avs, Əl-Ənsariyyü, Əl-Xəzzəciyyü, Əbu Abdurrahman, Səhəbiyyü. Yəni Muazın tam adı. Sahabələrdəndir, məşhur min əyəni səhabəti, yəni sahabələrin məşhurlarındandır, öndə gedənlərindəndir. Şəhidə Bədraən və mə bə'dəhə, yəni Bədir döyüşündə həmçinin ondan sonraki döyüşlərdə iştirak etmişdir. Və kənə ileyhil müntəhə fil ilmi vəl əhkəmi vəl Qur'an. Yəni elmin qapısı onda bitir. Əhkamlar və Quranla bağlı elmlər, halal, haram məsələləri onda bitir. Radiyallahu anhu. Allah ondan razı olsun. Məhz ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Muaz haqqında, Muazun yuhşər yevməl qiyaməti əməməl uləməi biradvah. Yəni Muaz qiyamət günü alimlərin önündə, bir addım önündə gedəcəkdir. Ey bi xutva. Ratva ümumiyyətcə mənaları çoxdur. Mənalarından biri əl-xutva, addım və şərəfun minəl-ərd, yəni yerdə olan bir şərəfli şey və ya suvayətun minəz-zəmani, zamandan olan hər hansı bir zaman və ya qatra və ya ramitu bisəhmin və ya mədəl-bəsar, yəni gözün görəcəyi son nöqtə və
oxun o çıxdığı o atış, həmçinin rati əl-alimur rabbaniyyun, rati Rəbbani alimlərə deyirlər. Hər halda alimlərin önündə Muaz ibn Cəbəl həşr olunacaq. Bu da onun fəzilətindən danışır. Muaz ibn Cəbəl bildiyiniz kimi hicrətin 18-ci ilində Şam şəhərində taun xəstəliyindən vəfat etmişdir. Fəqad istəxləfəhun nəbiyyü sallallahu aleyhi və səlləm alə əhli Məkkə yevməl fəthi yuəllimuhum dinəhum. Peyğəmbər sallallahu aleyhi və səlləm Muaz ibn Cəbəli Məkkənin fəthi günü orada xəlifə təyin edir ki, oradakı Məkkə cəmaatına dinlərini öyrətsin. Və Muaz ibn Cəbəlin kuntu radifən nəbiyyə sallallahu aleyhi və səlləm deməsi, yəni mən Peyğəmbər sallallahu aleyhi və səlləmin arxasındaydım. Fihi cəvazul irdəfi ələd-dəbbəti. Burada heyvanın arxası tərəfində oturmağın icazəli olmasına bir işarə var. Və fədilətu Muaz və Muazın da fəzilətinə bir işarə var. Və Muazın demək ki, alə himəri, yəni uzunqulağın arxasında, həmin bu himər, uzunqulaq bəzi rəvayətlərdə adı Ufeyr gəlir. Yəni bu uzunqulağın adı Ufeyrdir. Və o həmin Ufeyri Misirin sahibi Muqavqis adlı bir şəxs Peyğəmbər sallallahu aleyhi və səlləmə hədiyyə etmişdir. Həmçinin hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləmin təvəzzükarlığı önə çıxır. Çünki Muaz'a demək ki, gəl mənim arxamda otur. Bu, Peyğəmbər sallallahu aleyhi və səlləmin təvəzzükar olmağına işarədir. Kibirli insanlara müxalif. Yəni Allahın rəsuluydu, uzunqulaqdaydı və sahabəyə deyir ki, keç mənim arxama. Allah nəbisinin təvəzzükarlığı ömrünün hər bir anında öndə olan məsələlərdən biri olur. Bizim Peyğəmbərimiz, həmçinin Allahın bütün nəbi və rəsulları hər şeydə örnək olduğu kimi bu məsələlərdə də təbii ki, ümmətlərinə örnəkdir. Və Allah nəbisinin ətədri məhəqqullahi ələl-ibəd deməsi, yəni ey Muaz, sən Allahın qullar üzərində olan haqqını bilirsənmi deməsi, əxrəcəs sualə bisiğətil istifhamdir. Yəni sualı Allah nəbisi, yəni məsələni sual formasında verir. Ətədri, bilirsənmi? Liyəkun əvqəl fi nəfsi və əbləğə fi fəhmi əl-mütəəllim. Peyğəmbər sallallahu aleyhi və səlləmin Muazı bu cür öyrətməsi, yəni sual siğəti ilə öyrətməsi, bu həm nəfsə qəşəng vaqe olur, həm də ki, öyrənənin fəhmində daha qəşəng qalır, daha qəşəng, faydalı olur. Sualın cavabının fəhimdə daha qəşəng birləşməsi və nəfsdə daha qəşəng vaqe olması, bu metodika əlverişli və ən qəşəng metodikalardandır. Dini sual-cavabla öyrənmək, necə ki, buna Cəbrail hədisi də dəlalət edir. Və haqqullahi aləl-ibəd, yəni Allahın qullar üzərində olan haqqı, huvə mə yəstəhəqqəhu aleyhi, Allahın onlar üzərində olan haqqıdır. Və haqqul ibədi alallah, və qulların da Allah üzərində olan haqqı, mənəhu, onun mənası nədir? Ənəhu mutəhəqqiqun lə məhələ, yəni o
təhqiq olması şeydir, yəni qaçış yoxdur, mütləq olaraq. Lənnəhu qad va'adahum zalik cəzaan. Çünki Allah o haqqı yerinə yetirənə mükafat vəd edib. Ləhum alə təvhidihi. Yəni o mükafat tövhid üzərində olanlara aiddir. Yəni bu haqq yerinə yetəcək. Çünki Allahın tövhid üzrə olan qullarına vədidir bu. Allah buyurur ki, "Va'dallah", bu Allahın vədidir. "La yuxlifullahu va'dahu." Allah öz vədinə xilaf çıxmaz. Və qalə Şeyxülislam. Və Şeyxülislam buyurur ki, "Kânel muti yestəhaqqul cəza." Yəni itaət edən mükafatı haqq edir. Huwa istihqaq in'am və fadl. Bu haqq nemət və fəzilət haqqıdır. Leysə huwa istihqaqu muqabilə. Bu qarşılıqlı haqq deyil. O mənada ki, ey Rəbbim, mən bunu etdim, bunun qarşılığı ilə cənnətdir və ya başqa mükafatdır. Xeyr, Allah Subhanahu taala bunu sənə əlavə bir nemət, əlavə bir fəzilət olaraq verib. Kəmə yəstəhiqqul məxluq aləl məxluq. Necə ki, məxluqun məxluqa olan haqları. Bu belə deyil. Allah Subhanahu və Teala'nın, yəni qulların Allah üzərində haqqı ki var, o Allahın bir lütfü, bir nemətidir. Və minən-nəs mən yəqul, insanlardan elələri var ki, belə deyir. Lə mə'nə lil-istihqaq illə ənəhu əxbər bidəlik. Yəni, məna odur ki, istihqaqda Allah Teala bunu mücərrəd bizə xəbər verib və va'du sidqun və o vədində doğru olandır. Yəni, bu haqq Allah Teala bizə xəbər verib ki, bunların mənim üzərimdə olan haqqı budur. Sadəcə xəbər verir. Vələkinnə əksərən-nəs. Lakin insanların çoxu yusbituna istihqaqən zəidən ələhə. İnsanların çoxu bu haqqı buna əlavə olaraq sabit edir. Kəmə dəllə əleyhil kitab və sünnə. Necə kitab və sünnə buna dəlalət edir. Allah Azza və Cəllə buyurur ki, və kənə haqqan ələynə nəsrul müminin. Yəni, bizim üzərimizə möminlərə yardım etmək vacib oldu, haqq oldu yəni. Lakin əhl-i sünnə yəqul, deyir ki, huvəl-ləzi kətəbə alə nəfsihir-rəhmə. O Allah ki, öz nəfsinə rəhmət yazıb və əvcəbə alə nəfsihil-haqqə və öz nəfsinə hər hansı bir şeyi haqq edib. Ləm yucibuhu aleyhi məxluq. Yəni, məxluq ona nəyisə vacib edə bilməz. Yəni, Allah Teala öz nəfsinə bəzi şeyləri haqq edib, bəzi şeyləri vacib buyurub və bəzi şeyləri də haram buyurub. Misal üçün, Allah Azza və Cəllə buyurur ki, zülmü özümə haram etdim və sizlərə də onu haram etdim. Yəni, bu Allahın mülküdür, o öz mülkündə istədiyi şeyi edər, o etdiyi şeylərdən sorğu-suala tutulmaz. Vəl-mu'təzilətu yəddəunə ənəhu vacibun aleyhi bil-qiyasi aləl-məxluq. Mu'təzilə isə iddia edir ki, bu Allahın üzərinə vacibdir, məxluqa qiyas olaraq. Yəni, Allahın feillərini məxluqun feilləri ilə qiyaslayırlar. Yəni, məxluqun feillərini Allahın feilləri ilə qiyaslayırlar. Və ennəl ibadə humullədinə ətəuhu. Qullar, o qullar ki, Allaha itaat edir, bidunə ən yəcəluhum muti'inə ləhu. Yəni, Allah onları itaatkar etmədiyi halda o qullar ona itaat edir. Və ennəhum yəstəhiqqunə cəzə bidunə ən yəkunu huvəl muvcud. Və qalatu fi zəlik. Yəni, Mu'təzilə iddia edir ki, Allaha itaat edən qullar ki var, Allah onları itaatkar yaratmadı. Lakin onlar itaat etdi və haqq qazandılar ki, Allah onları itaatkar yaratmadığı halda onlar itaat etdi və bu mükafatı onlar haqqı çatır ki, bu mükafatı Allah onlara versin. Lakin bu
yanlışdır, xətadır. Çünki Allahın iradəsi xaricində heç bir iradə nüfuz edə bilməz. Hər bir iradə Allahın iradəsinin altındadır. Əgər Allah bir qulunu asi yaradıbsa, mümkün deyil ki, o itaət etsin. Əgər Allah bir qulunu itaətkar yaradıbsa, mümkün deyil ki, o asi etsin. Yəni Allah istədiyini hidayət edir, istədiyini də azdırır. Bu babda ümumiyyətcə cəbrilər və qədərlər və onlara tabi olanlar, cəhmə tabi olanlar azmışlar. Və müəllif buyurur ki, Allah və Rasuluhu aləm sözü ki var, Muaz ibn Cəbəlin, Allah və Rəsul da yaxşı bilir. Fihi husnul ədəb minəl mütəəllim. Bu, öyrənənin gözəl ədəblərindəndir. Və innəhu yənbəği limən suilə əmmə lə ya'ləm ən yəqul zəlik bi xilafə əksərlə mütəkəllifin. Daha yaxşı olar ki, sual verilən kəs sualı bilmədikdə desin ki, Allah və Rəsulu daha yaxşı bilir. İndiki halda Allah daha yaxşı bilir desin. Kimin əksinə özlərini yükləyənlər, hər suala cavab verib, hər sualı mən bilirəm deyənlərin əksinə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, hədisdə ən ya'buduhu və la yüşriku bihi şeyən. Yəni Allahın qullar üzərində olan haqqı nədir? Qulların ona ibadət etməsi və ona heç bir şey şərik qoşmaması. Ey yuvahhiduhu bil ibadəti. Yəni ibadətdə Allahı tövhid etmək. Bu haqda İbn Qayyim rahimehullah gözəl bir qısa, vəciz, lakin hər şeyi əhatə edən bir şeir yazıb ki, İbadətur Rəhmən, yəni Rəhmanın qulları, Rəhmana qulluq, qayətu hubbihu məə zulli əbidəhu humə qutbən. Yəni Rəhmana qulluq, qulluğun ən son nöqtəsi ona zəlillik və sevgi ilə ibadət etməkdir. Bu da iki qütbdür. Yəni ibadətin iki qütbü var. Zəlillik və sevgi. Və mədaruhu bil əmri əmri rasulihi la bil həvə və nəfsi və şeytan. Və o iki qütbün mərkəzi də nədir? Allah Rəsulunun əmrləridir. Havanın, nəfsin və şeytanın dedikləri yox. Allah Rəsulunun əmrləridir. Yəni Rəhmanın qullarının yəni iki qütbü var. O qütb, o ibadət oxu nədir? Zəlillik və sevgi ilə Allaha ibadət etmək. Həmin o ibadət qütbünün mərkəzi isə havanın, nəfsin və şeytanın əmrləri deyil, Allah Rəsulunun əmrlərini yerinə yetirməkdir. Və la yüşriku bihi şeyən. Allaha heç nəyi şərik qoşmamaq. Ey yuvahhiduhu bil ibadət. Yəni ibadətdə Allah Azza və Cəlləni tövhid etmək. Və la budda minət təcridu minəşşirk fil ibadəti. Labüddür ki, ibadətdə həmin o ibadəti şirkdən təcrid edəsən, təmizləyəsən. Və mən ləm yətəcərrəd minəşşirki ləm yəkun ətiyən bi ibadətilləhi vəhdəhu. Bəl huvə müşrikun. Qad cəələ lilləhi niddən. Labuddur ki, sən ibadəti şirkdən təmizləyəsən, təcrid edəsən. Kim Allah Azza və Cəlləyə ibadəti təkləyərək gəlməzsə, o müşrikdir, Allaha ortaq qoşan bir adamdır. Və həzə mənə qavlil musannif rahiməhullahu teala. Bu da müəllifin sözünün mənasıdır. O deyəndə ki, fihi, yəni ennəl ibadətə hiyyət təvhid li ennəl xusumətə fih. Fihi dediyinin mənasıdır orada. Yəni bu ibadət tövhidin özüdür. Çünki rəsullarla ümmətlərin arasında düşmənçilik
orada düşür. Fihi, harda? Uluhiyyət tövhidində. Bəzi əsərlərdə nə qədər ki, bu əsər Şeyx Albani tərəfindən zəiflənsə də, bəzi əsərlərdə, ilahi əsərlərdə gəlib ki, Allah Azze və Cəllə buyurur ki, İnni vəl cinnu vəl insu fi nəbəin azim. Nəbəin azim. Mən, cinlər və insanlar böyük bir xəbərin içindəyik, yəni astanasındayıq. Əxluqu və yu'bədu qeyri. Mən onları yaratmışam, lakin onlar məndən başqasına ibadət edir. Və ərzuqu və yuşquru sivə. Mən deyir, onları ruziləndirirəm, lakin onlar məndən başqasına şükür edir. Xeyri iləl ibədi nəzir. Xeyir mənim tərəfimdən qullarıma nazil olur. Və şərruhum iləyyə sə'i. Lakin onların şərri mənə tərəf qalxır. Ətuhabbabu iləyhim bin-ni'm. Mən deyir, onlara nimətlərimlə sevindirirəm deyir onları. Onlar isə mənə asilik edərək özlərinə nifrət elətdirir. Və haqqul ibadə alallah. Yəni qulların Allah üzərində olan haqqı ən la yu'azzib mən la yüşriku bihi şeyən. Ona şirk etməyən qullarına əzab etməməsidir. İmam Hafiz İbn Həcər buyurur ki, iqtasara alə nəfil işrak. Yəni Allah nəbisi şirki nəf edərək kifayətlənib. Yənnəhu istədə ət-təvhid bil-iqtida. Çünki bu hədisin bu hissəsi zaten tövhidi gərəklidir. Və istədə isbətur risaləti bil-lüzum. Və o risaləti ləzimi ilə isbat edir. İzə mən kəzzəbə Rasulallah fəqət kəzzəbəllah. Kim Allahın rəsulunu inkar edərsə, yalanlayarsa, o Allahı yalanlamışdır. Və mən kəzzəbəllah o müşrik. Kim də Allahı yalanlayarsa, o müşrikdir. Yəni, Allah nəbisi fikir versəz hədisdə buyurur ki, Allah şirk etməyənə əzab edəsi deyil. Yəni, demədi ki, yəni Allah tövhid edib şirk etməyənə. Qısacası, şirk etməyənə deyir ki, şirk etməyən birinə Allah əzab edəsi deyil. Yəni, Allah nəbisi bununla kifayətlənib, iqtisar edib. Çünki zaten şirkin nəfi tövhidi də əhatə edir. Yəni, kim şirk etməzsə, tövhidlə gəlmiş sayılır. Misal üçün, kim Allahın hər hansı bir rəsulunu yalanlayarsa, o Allahı yalanlamış sayılır. O, çox da desin ki, mən Allah'a iman etmişəm. Allahın rəsullarından birini yalanlamaq, Allahı da yalanlamağı əhatə edir. Misal üçün, bu nəyin misalına bənzəyir? Bir nəfər deyir ki, mən tavadda səhət səlatu. Kim dəstəmaz alarsa, onun namazı səhihdir. Ey məəsə iri şurur. Yəni, başqa şərtlər ilə yanaşı. Yəni, dəstəmaz alanın namazı səhihdir. Qısa formada belə demək icazəlidir. Yəni, bunu deyən adam nəyə qəsd edir? Yəni, başqa şərtlər ilə yanaşı. Misal üçün, biri dəstəmaz alıb namazda Fatihə surəsini oxumasa, əlbəttə onun namazı səhih deyil. Və Muaz ibn Cəbəl buyurur ki, əfələ ubəşşirun nəs, bununla mən insanları müjdəliyimmi? Burada nə var? İstihbəbu bişərətil muslim bimə yəssəruhu. Müsəlmanı sevindirəcək bir şeylə sevindirmək mübahdır. Mə kənə əleyhi səhabətu min istibşər. Bimisli həzə. Necə ki, sahabələr elə bunun üzərindəydi. Sahabələr sevirdi ki, bir müsəlmanı sevindirsin. Bir müsəlmanı güldürsün. Bunun özü böyük bir sədəqədir. Və Allah nəbisi buyur ki, lə tubəşşirhum fəyəttəqirun. Onları müjdələmə, yoxsa arxayın düşərlər.
Yəni ona ehtimad edərlər və əməllərdə yarışacaqlıq o əməlləri tərk edərlər. Və Muaz ibn Cəbəl bunu ölümünə yaxın rəvayət etmişdir ki, elm gizli qalmasın. Əbul-Muzaffər deyir ki, ləm yəkun yaktumuhə illə ən cahili yəhmiluhu cəhluhu alə su'il ədəb bi tərkil xidməti fittəət. Yəni, Əbul-Muzaffər deyir ki, Muaz ibn Cəbəlin bunu gizlətməyi yalnız cahilliyə səbəbindən olub. Yəni, cahil insanlardan bunu gizlədib. O cahil insanlardan ki, bu elm onları pis ədəbə aparardı. O ədəb də nədir? İtaət və xidmət etməyi tərk etmək. Fəəmməl əqiyasu əlləzinə idə səmiu bimisli həzə zədə fittəəd. Lakin o torbalarına xeyir yığanlara gəlincə, iman əhlinə gəlincə, onlar bu və bu kimi hədisləri eşidəndə itaətləri artar və sən onları neymətlərini artan görərsən. Onların itaətinin artmasını görərsən. Və onlardan bu cür hədisləri gizlətmək lazım deyil. Ümumiyyətcə, bu fəsildə keçən ayə və hədislərdə bir çox faydalar var. Onlardan bəziləri bu fəsildə keçən ayə və hədislərdə Allah Azza və Cəlləyə ibadətdə ixlaslı olmağa təşviq var. Çünki ibadət şirklə yanaşı fayda verməz. Heç ibadət şirklə yanaşı ibadət də sayılmaz. Həmçinin bu fəsildə keçən ayə və hədislərdə, necə ki, məsəllərdə gələcək, valideynlərə qarşı yaxşılıq etməyə təşviq var. Onların üzünə ağ olmamağa. Haramdır bu. Həmçinin Ən'am ayəsində keçən surələrin böyüklüyünə işarə var. Həmçinin bu fəsildə keçən ayə və hədislərdə məsləhət babından elmi gizlətməyin icazəli olması vardır. Daha sonra müəllif Buxari və Müslim haqqında qısa məlumat verir. İmam Buxari huvəl İmam-ı Muhammed ibn İsmail ibn İbrahim. Deməli, həmin bu İmam Buxari Səhih və Tarix, Ədəb-ül Mufrad kimi böyük əsərlərin sahibidir. O, İmam Əhməddən, Hümeyddən, Mədinədən və onun təbəqələrindən olan şeyxlərdən hədis rəvayət etmişdir. Həmçinin İmam Müslim ondan rəvayət edib, Nəsai ondan rəvayət edib, Tirmizi ondan rəvayət edib və Firari də ondan rəvayət edib, həmçinin Müslimi tam olaraq Firari ondan rəvayət etmişdir. İmam Müslim, yəni İmam Buxarinin səhihini Firari tam olaraq rəvayət etmişdir. İmam Müslim huvə İbnül Həccac İbn Müslim, yəni tam adıdır Əbul Hüseyin. O da Səhih kitabının, İləl kitabının, Vəhdən kitabının müəllifidir. İmam Əhməddən rəvayət edib, Yahya bin Mə'indən rəvayət edib, Əbu Xeytəmdən rəvayət edib, onun təbəqələrindən. Həmçinin ondan İmam Tirmizi, İbrahim ibn Muhammed ibn Süfyan da rəvayət etmişdir. Səhihini Muhammed ibn Süfyan rəvayət etmişdir. Və müəllif burada məsələlərə keçir və birinci məsələ olaraq gətirir ki, Əl-hikmətu fi xalqil cinni vəl-ins, cinlərin və insanların yaradışdakı hikməti. Təbii ki, cinlərin və insanların yaradılışdakı hikməti Allah Azza və Cəlləyə ibadət etmələridir. Və mən xaləqtul cinnə vəl-insə illə liyəbudun. Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım.
İkinci məsələdə müəllif buyurur ki, "Ennel ibadətə hiyə təvhid." İbadət tövhidin özüdür. "Ləennel xusumətə fi." Çünki düşmənlik elə bunun üzərində baş vermişdir. Üçüncü məsələdə müəllif buyurur ki, "Ennə mən ləm yəti bihi." Kim bu ibadət tövhidlə gəlməsə, ləm ya'budillahə, o Allaha ibadət etməmişdir və fihi mənə qavlihi, və Allah Taala'nın ayəsinin mənası da budur. Və la entum abidun ma a'bud. Yəni siz mənim ibadət etdiyimə ibadət etmirsiniz. Çünki Allaha ibadət şirkdən təcrid olunmaqladır. Şirklə yanaşı Allaha ibadət edilməz, heç bu ibadət də adlanmaz. Dördüncü məsələdə şeyx buyurur ki, "Əl-hikmətu fi irsəlir rusul." Rəsulların göndərilməsində hikmət. O da nədir? Əni ibudullah və ictənibut tağut. Rəsullar göndərilib ki, qövmlərinə desinlər ki, tağutu inkar edin, Allaha ibadət edin. Hikmət budur. Beşinci məsələdə müəllif buyurur ki, "Ennər risalətə əmmət kullu ümmətin." Risalət bütün ümmətlərə gəlmişdir. Çünki Allah Taala nə deyir? "Və laqad ba'athna fi kulli ummatin rasula." Biz hər bir ümmətə rəsul göndərdik. Deməli, risalət hər bir ümmətdə var idi. Altıncı məsələdə müəllif buyurur ki, "Ennə dinəl ənbiyə vahid." Yəni, nəbilərin dini birdir. Bəli, bütün rəsul və nəbilərin dini birdir, tövhid dini. Şəriətləri müxtəlif olsa da, tövhidləri birdir. Yəni, əqidələri, imanları, imanın əsasları birdir. Allaha iman, rəsullarına iman və axirətə iman. Əsas bu üçdür. Birdir, yəni. Yeddinci məsələdə müəllif buyurur ki, "Əl-məsələtul kəbiratu." Böyük məsələ. O da nədir? "Ennə ibadətallahi la tahsulu illə bil kufri bit-tağut." Yəni, Allaha ibadət yalnız nə ilə hasil olur? Tağuta küfr edərək. Və fihi mənə qavlihi "Fəmən yakfur bit-tağut və yu'min billah fəqad istemsəkəl bil-urvatil vusqa." Bunun da mənası nədir? Allah Azza və Cəllə buyurur ki, kim tağutu inkar edib Allaha iman edərsə, o möhkəm, ipi qırılmayan bir dəstəkdən yapışmış olar. 8-ci məsələdə "Ennət tağut ammun fi kulli məubidə min dunillah." Tağut ümumi bir məfhumdur. Yəni, Allahdan başqa ibadət olunan hər bir şey tağutdur. 9-cu məsələ "İzam-ı şə'ni sələsətil əyətil muhkəməti fi surətil ənəm indəs-sələf." Ənəm surəsində keçən o ayələrin şəninin böyüklüyüdür sələfin yanında. Və fihi əşəru məsail. Və orada da 10 məsələ var. Onlardan birincisi hansıdır? O məsələlərdə Allah Azza və Cəllə buyurur ki, "Əllə tuşriku bihi şeyən." Birinci məsələ, Allaha heç nə şərik qoşmamalısan. Və bil valideyni ihsanən. Valideynlərə yaxşı davranmalısan. Bu 2. Və la taqtulu əvladakum min imlaq. Ruzi qorxusu ilə evlatlarınızı öldürməyin. Bu 3. Və la taqrabu fəvahişə mə zəhərə minhə və mə bətan. Fuhuş işlərin açığına və gizlinə yaxınlaşmamaq. Bu, deməli, 4-cü məsələ. Və la taqtulun nəfsə illə hərramallahu illə bil. Və la taqtulun nəfsə ləti hərramallahu illə bil-həq. Yəni, haqsız yerə hər hansı bir insanın nəfsini öldürməmək. Bu 5. 6-cı məsələ və la taqrabu maləl yetim. Yetimin malına yaxınlaşmamaq. 7-ci məsələ və əfful keylə vəl-mizan bil-qist. Dartıda düzgün, doğru çəkmək. Növbəti məsələ və iz qultum fə'dilu, danışanda ədalətli olmaq. 5-ci məsələ və bi əhdillahi əffu,
Allaha verilən əhdləri yerinə yetirmək. 10-cu məsələ də və ən hazə sirati mustaqimə fəttəbiuhu. Bu mənim doğru yolumdur. O yola tabe olmaqdır. 10-cu məsələdə Əl-Ayatul Muhkəmatu fi Surətil İsra. İsra surəsində keçən ayələrin möhkəmliyi. Həmçinin orada da 18 məsələ var. O məsələlərin ilki nə ilə başlayır? Lə təcəl mə'allahi iləhən əxərə fətəqudə məzmumən məxzulən. Allahla yanaşı başqa bir ilah götürmə, yoxsa məzəmmət olmuş, tərk olunmuş halda qalarsan. Və nə ilə bitir? Və lə təcəl mə'allahi iləhən əxərə. Yəni Allahla başqa bir ilah götürmə. Fətulqa fi cəhənnəmə məlumən mədxuran. Yoxsa cəhənnəmə qınanmış və qovulmuş halda atılarsan. Və nəbbəhənəllahu subhanahu alə idəmi şəni hədihil məsələ. Allah Teala bu məsələnin şəninin uca olmasını bizə xəbər verir. Nə ilə? Və zəlikə mimmə əvhə ileykə rabbuka minəl hikməti. Bu, Allahın sənə hikmətindən vəh etdiyidir. 11-ci məsələ Ayətu Surətin Nisə əlləti tusammə Ayətul Hüquq əl-əşərəti bədəhəllahu Teala bi qavlihi və'budullaha və la tuşriku bihi şeyən. 11-ci məsələ Nisa surəsində keçən ayələrdir. Hansı ki, o ayə hüquq ayələri adlanır. Yəni, tövhidin qanunları. Bu da nə ilə başlayır? Və'budullah, Allaha ibadət edin. Və la tuşriku bihi şeyən. Və ona heç bir şey şərik qoşmayın. 12-ci məsələ Ət-tənbihu alə vasiyyətə Rasulillahi sallallahu aleyhi və səlləm ində mövtihi. Allah nəbisinin sallallahu aleyhi və səlləmin ölüm anında vəsiyyətinin xəbərdarlığı. 13-cü məsələ ma'rifətu haqqillahi aleynə. Allahın bizim üzərimizdə olan haqqını bilmək. 14-cü məsələ ma'rifətu haqqil ibadi aleyhi izə əddəvə haqqəhu. Yəni, qulların Allah üzərində olan haqqını bilmək, o mənada ki, o haqqı əda etdikdən sonra. 15-ci məsələ ənə hədihil məsələtə lə ya'rifuhə əkbərus səhabə. Bu məsələni sahabələrin çoxunun bilməməsi. Çünki bu məsələni Muaz ibn Cəbəl ölümünə yaxın açmışdır. 16-cı məsələ cəvəzu kitmanil ilm lil məsləhəti. Məsləhətə görə elmi gizlətməyin icazəli olması. 17-ci məsələ istihbəbu bəşərətil muslimi bimə yassuluhu. Müsəlmanı sevindirəcək şey ilə sevindirməyin müstəhab olması. 18-ci məsələ əl-xuffu minəl ittikali alə rəhmətillah. Allahın rəhmətinin genişliyinə güvənmək, qorxusu. Yəni, bu rəhmətin genişliyinə güvənərək əməlləri tərk etmək ancaq avvamların və cahillərin işidir. 19-cu məsələ qavlul məs'uli əmmə lə ya'ləmu Allahu və rasuluhu a'ləm. Sual verilən şəxsin sualı bilmədikdə Allah və Rəsulü daha yaxşı bilir deməsi. 20-ci məsələ cəvəzu təxsis bə'dən nəsi bil ilm dunə bi bə'd. Elmi bəzi insanlara bildirib, bəzi insanlara bildirməməyin icazəli olması. Çünki Allah Rəsulü elmi yalnız Muaz ibn Cəbələ bildirmişdir. 21-ci məsələ təvadi'uhu Rasulullah sallallahu aleyhi ve sellem lirukubil himari ma'li irdafi aleyhi. Allah Rəsulunun təvəzzükar olması. Çünki o Muaz ibn Cəbəli uzun qulağın arxasına əyləşməyə icazə vermişdir. Bu Allah Rəsulunun təvəzzükar olmasıdır. Kibirli olması deyil. Təvəzzükar olmasının baris nümunəsidir. Həmçinin 22-ci məsələ cəvəzul irdəfi aləd-dəbbəti. Heyvanın arxasına, yəni arxasında
yerləşməyin icazəli olmasıdır. Həmçinin 23-cü məsələ Fədilətu Muaz ibn Cəbəl. Muaz ibn Cəbəlin fəzilətidir. Çünki Allah nəbisi elmə, o elmi yalnız ona dedi və onu arxasına mindirdi. 24-cü məsələ İzəmu şəni hədihil məsələ. Bu məsələnin sahabələr yanında böyük olması, şənin uca olması, hansı məsələnin? Tövhid məsələsinin. Və burada müəllif birinci fəsli bitirir. Allah subhanahu və teala bizi tövhidlə yaşayıb, tövhid üzərində öldürsün, bizi salihlərə qovuştursun. Həqiqətən o buna qadirdir. Və barakallahu fikum. Esselamu aleykum və rahmetullahi və barakatuhu.